Bəli, müəllim. Yoldaşlar, 26-cı sualın izahatını verdik. Dedik ki, 11 dənə simvol var. Bir simvol yaddaşda 2 bayt yer tuttuğuna görə ümumilikdə olur 22 bayt. 22 bayt da 176 bitdir. İndi baxırıq 27-ci suala. Windows-un əməliyyat sisteminin. Windows 10 proqramda yoxdur. Bu olmalıdır Windows 11. Windows 11 əməliyyat sistemində də bir belə deyək də, Windows 11 əməliyyat sistemində də, Windows 10 əməliyyat sistemində də ikisində də fayl sistemini dəstəkləyən NTFS-dir. NTFS adlanır New Technology File System. FAT16, FAT32 barəsində biz sizlə Windows 11-i keçəndə danışmışdıq. D variantında veriblər NCFT. NCFT deyilən bir şey yoxdur. NTFS var, NTFS var. EXT-da ki, istifadə olunur NTFS ilə birlikdə, amma EXT adətən arxivləşdirmədə istifadə olunan bir fayl sistemidir. Gəldik 28-ci suala. Deyir ki, şəkildə neçə müxtəlif proqramın əməli yaddaşda aktiv olduğunu göstərir. Əməli yaddaş dediyimiz RAM-dır. RAM. Biz adi, normal gündəlik həyatımızda belə kompüterdən istifadə edirik. Və hal-hazırda aktiv olunan proqramlar aşağıda bu cür göstərir piktoqramları. Piktoqramın aşağı Burada 5 dənə aktiv düz işarə proqram olur. var. Görürsünüz, düz işarələr var. Yəni bu deməkdir ki, hal-hazırda aktivdir bu proqramlar. Aktiv olan proqramlar da cəmisi burada 4 dənədir. Birinci, ikinci, üçüncü və dördüncü. Çünki aşağısında xəttlər var. 4 dənə aktiv olan proqramımız var. Növbəti 29-cu sual. Kompüterin yaddaşı hansı struktura malikdir? Kompüterin yaddaşı iyerarxik strukturdur. Iyerarxik dediyimiz ağacvari struktur deməkdir. Şəbəkə strukturu yoxdur, monoton struktur yoxdur, dövrü struktur yoxdur, eyni şəkildə ulduzvari struktur da yoxdur. Hər zaman kompüterin yaddaşı iyerarxik struktura malikdir. Növbəti 30-cu sual. Deyilir ki, bizdən hansı fikirlər doğrudur? Bu, nəsillərlə bağlı bir sualdır. Nəsillərlə bağlı bir sual olduğuna görə istəyirəm ki, ilk öncə nəsilləri bir yadımıza salaq. Görək, nəsillərdə nələr var idi? Biz hal-hazırda 4-cü nəsildəyik. Fərdi kompüterlər üçün istifadə olunan nəsil 4-cü nəsildir. Nəsillər 1-ci, 2-ci, 3-cü, 4, 5 və 6-cı nəsil olmaqla hissələrə bölünürlər. 1-ci nəslin özəllikləri nələr idi? Element bazası olmuşdu elektron lampalar, xarici yaddaş qurğusu olubdu perfokartlar, perfokartlara həmçinin deşikli vərəqlər də deyilirdi və əsasən tətbiq sahəsi olmuşdu riyazi məsələlərin həlli. Bu, birinci nəslin özəllikləridir. Baxırıq ikinci nəslə. İkinci nəslin element bazası ekranda gördüyümüzdür. Tranzistorlar və yaxud da ki, yarım keçirici diodlar adlanır. Xarici yaddaş qurğusu maqnit lentidir. Lent. Və ikinci nəsildə yaranıbdır. Giriş-çıxış qurğularının təkmilləşdirilməsi, mətn tipli informasiyanın emalı, ilk dəfə alqoritmik dillərdən istifadə, xarici qurğularla əsas qurğuların paralel işlənməsinin qismən təmin edilməsi. Bu da ikinci nəsildir. Gəldik üçüncü nəslə. Üçüncü nəslin element bazası olmuşdur. İntegral sxemlər, mikroelektronika, yəni sağ tərəfdə olan qurğu. Sonra nələr yaranıb? Aparat proqram vasitələrinin birgə istifadəsi, artıq əməliyyat sistemi istifadə olunmağa başladı. Monitordan klaviaturanın istifadəsi artıq istifadə olundu, yəni birlikdə istifadə olunmağa başladı. Qəribə adlar, modul prinsipi, multiproqram rejimi, asinxron dəyişdirilə bilən quruluş, tema, sual-cavab. Harada belə qəribəliklər gördünüzsə, birinci, üçüncü nəsildir. Dördüncü nəsildə olmuşdur element bazası. Böyük integral sxemlər və çox böyük integral sxemlər, BIS və QBIS-lər. Sonra fərdi kompüterlər yaradılıbdır. Bundan əlavə olaraq da bu da qəbul sualıdır, qara hərflərdən yazılanlar. Əvvəlki nəsillərdə RAM maqnit nüvələrində qurulur. Amma 4-cü nəsil kompüterlərdə isə RAM integral sxemlərdə qurulur. Sual bizə belə düşür ki, 1-ci nəsildə RAM harda qurulub? Siz cavab kimi yazacaqsınız maqnit nüvələrində. Və yaxud da ki, bizə verir. 4-cü nəsil kompüterlərdə RAM harda qurulub? Yazacaqsınız integral sxemlərdə. Aydındır? Bu oldu nəsillərin təkrarı. İndi baxaq həmin sualımıza. Görək sualda necə idi?
Verib ki, verib ki, ilk hesablama vasitəsi ENIAC olmuşdur. Xeyr. Bir var ilk hesablama vasitəsi, bir də var ilk hesablama aləti. Bunlar ayrı-ayrı anlayışlardır. İlk hesablama vasitəsi olmuşdur. Vasitə. İnsan əli, Barmaqlar da. barmaqlar, daşlar, ağac, soğul. İlk hesablama aləti isə olubdur. Abak, salamin lövhəsi. Kişilər, oğlanlar daha yaxşı bilər. Dominoda şotkadan istifadə edirsiniz. Ha? Biz də uşaqlıqda məktəbə getməmişdən əvvəl hesablamaq üçün o riyazi şotkalardan istifadə edirdik. O abakdır. İlk hesablama aləti olmuşdur. Yəni salamin lövhəsi. Vasitə isə insan barmaqları, daşlar olubdur. İndi həmin sualımıza baxsaq görərik ki, ilk hesablama vasitəsi ENIAC deyil. Barmaqlar daşlardır. Deməli, bir səhvdir. Kontroller periferik qurğuların kompüter tərəfindən tanınmasını təmin edən proqramdır. Xeyr, kontrollerin yerinə driver yazmalıydı. Driver. Çünki driverdir proqram. Kontroller deyil. Driver xarici qurğuların, yəni periferi qurğularının əməliyyat sistemi ilə əlaqəsini təmin edən proqramlar toplusudur. Deməli, burada ikinci də yanlışdır. Qurğudur da, İkinci. mexanizmdir. Bəli, bəli. Yazıb ki, ardıcıl portlara LPT, paralel portlara isə COM deyilir. Xeyr. Ardıcıl portlara COM deyilir. Paralel portlara isə LPT deyilir. Yerləri səhv yazılıbdır. Port dediyimiz isə xarici qurğuların kompüterə qoşulması üçün istifadə olunan yuvalardır. LPT Dördüncü düzdür. Dördüncüyə baxaq. İkinci nəsələsin alqoritmik dillərdən istifadə. Xeyr, dördüncü də səhvdir. Üçüncüdə olubdu. Mətn informasiya 3-də olub. Perfokartdan istifadə olubdu birinci nəsildə. Amma alqoritmik dillərdən istifadə. Alqoritmik dillərdən istifadə olub ikinci nəsildə. Mətn tipli informasiya neymalı da ikinci nəsildir. Təkcə perfokart. Bəli, ikinci Bir nəsildir. dənə perfokart artıq verib onda. Bəli, bir dənə perfokart artıq verib. Baxın, ikinci nəsil mətn tipli informasiya neymalı? İlk dəfə alqoritmik dillərdən istifadə. Alqoritmik dillər deyiləndə proqramlaşdırma dilləri nəzərdə tutulur. Maqnit lenti var ikincidə. Necə? İkincidə maqnit lenti idi. Bəli. Üçüncüdə isə maqnit diski. Deməli, Onda burada heç heç bir biri cavab də. doğru deyil. Bəli, heç biri. Ay maşallah. 31-ci sualı məncə yazmayın. Demək ki, algoritmini heç nə bilmir. Məncə hamı bunu yaza bilər. Gəlin Məncə yazaq. də bu balacadır. Özümüz Yazıb yazaq. ki, aşağıdakı algoritmin icrasından sonra A dəyişəni hansı qiymət alar? A-nın yerinə 1 verilibdir, B-nin yerinə 0, düşdü aşağıya. Deyir, B-nin yerinə 0 verib. 0 2-yə bərabərdir. Yox, Sizdən soruşuram, 0 2-yə bərabərdir? yox, düşürük Yox, aşağı. bərabər deyil. Deməli, hara düşürük? Yoxa. B-nin qiyməti hesablayırıq. B-ni 0 verib, 0-dan 1-i topladım, aldım 1. Ada oldu 2. Bəli, A da oldu 2. Niyə görə? Çünki A-nın başlanğıc qiyməti 1 verilib. Baxın, bu dövrə algoritmdir. Düşdü aşağı, qalxdı yuxarı, bir də düşdü aşağı. Gətirir, yenə də şərt verir. Bu dəfə deyir ki, bəs, bu dəfə deyir ki, bu hamısını 1-2-yə bərabər deyil. Necə? Mənim indi 1-2-yə bərabər deyil. Ay, Yenə yoxa düşür. İndi biz Xeyr, B-nin yenə qiyməti düşürük 1 tapmışıq. 1 2-yə bərabərdir? Yox. Xeyr, Düşür yoxa. o da oldu 2. 1-i 1 vayda artırdıq, aldıq 2. 2-ni də vurduq 2-yə, aldıq 4. 4. Yenidən qalxdıq yuxarı, düşdük aşağıya. Artıq B-nin yerində durur 2. 2 2-yə bərabərdir? Bəli. Getdik həyə. Bununla da bitdi. Bizdən də A-nın son qiymətini soruşur. A-nın da son qiyməti oldu 4. D variantı. Çox sadədir. Sevinmə qələmzə gördün. Buradan hara qədər vermişdilər qəbulda. Abituriyent bu çox sadədir. Abituriyent tipində idi. Abituriyent tipində. Ona görə çətin gəlmişdi. Artıq
Bəzi sual tipləri var ki, abituriyent tipində salırlar. Eləmək olur da müəllim. Prosta uzun idi deyə axırda imtahan həyəcanı falan adam çaşdırırdı da qiyməti. Mən məsələn sona gətirib çıxartmışdım, səhv eləmişdim. Cüzi rəqəm fərqindən. Bu dəfə imtahanda elə səhvlik eləməzsiniz. Deyir ki, inşallah. Bunu Windows 11 kimi nəzərdə tutun. Deyir ki, bizdən fayl və qovluğun adında hansı istifadə edilə bilər? Ümumən yadımıza salaq ki, fayl və qovluğun adında hansı simvollar olmazdı? Onu ilk öncə yadımıza salaq. Baxın, bu simvollar Sual olmazdı. kiçik idi. İlk öncə sual, sonra Sual, ulduz, xətlər, slashlər. boşa nöqtə. Bura yerləşməyəcək. Gözləyin bircə saniyə. Yerləşməyəcək bura. Qoy mən aşağıda bir boşluq yer tapsam, bura yerləşdirim də. Çalışın burada yerləşdirim. Hə. Deməli, hansı işarələri? Sual, sonra ulduz, qoşa nöqtə, böyük dir işarəsi, kiçik dir işarəsi, düz slash, sağa slash, sola slash və dırnaq işarəsi. Bunlar fayl və qovluğun adında istifadə oluna bilməzlər. Yazsın, bilməz. Nida olar. Orada nidadır. İndi baxaq cavablarımıza görək. Yazıb olar. Sual olmaz. C olmaz. D olmaz, C olmaz. Nida işarəsi olar. İndi baxaq 33-cü suala. 33-cü sual dünənki dərsimizlə bağlıdır. Kompüter qrafikası, yəni piksel məsələləri. Piksel məsələlərimizi yadımıza salaq. Piksel məsələsinin həcm düsturu, həcm bitlə ifadə olunurdu. Bərabərdə A vurulsun B vurulsun N. Vurulsun. Bizdən piksellərin sayını nə veribdir? 5 son 256-ya. 209. Yoldaşlar yazın. 208. 200-də 9 vurulsun, 200-də 8. Bizə 32 rəngli veribdir. 32 rəngli. 5 Yəni, verir. bu böyük endir. 5 yəni. Vur 5. Demək, burada götürüləcəkdir 5. Çünki 32 200-də 5-ə bərabərdir. En götürülür, kiçik en. Vurdum 5-ə. Buradan alırıq biz. 200-də 17 vurulsun 5. Amma görürəm ki, 200-də 17 vurulsun 5 yoxdur. Cavablar bizə kilobaytdan verilibdir. Bölürəm bitdən kilobayta, 200-də 13-ə və alırıq. 204 vurulsun 5. Yəni 16 vurulsun 5, aldıq 80 kilobayt. Oldu cavabımız C variantı. Bir dənə üzr istəyirəm. Qrafik təsvir deyəndə eni götürürük, üstünü götürürük, Hə, 2 üstü ona 5'i fikir Bəli, bəli. verməyirsiniz. Kiçik en kimi Qrafik- götürürsən. Ümumiyyən yadında saxla ki, qrafik təsvirin həcm düsturu bitlə ifadə olunur və orada kiçik n-dən istifadə olunur. Yəni üstdən istifadə edirik də 2-nin üstündən. 32, 2 üstü 5'e vurmuruq da, yalnız Hansı 5'e 5-ə vururuq. vurursan. 32 rəngli deyirsə, bu ümumi rənglərin sayıdır. Rəng palitrası, rəng çaları, ümumi rənglərin sayı deməkdir. Əgər sənə desəydi ki, 32 rəng dərinliyi, sənə desəydi ki, 32 rəng tərtibi, onda sən onu kiçik en kimi götürəcəkdin. Yəni 32 kimi götürəcəkdin. Yəni buna şərtlərdə Məntiqi diqqət edin. Böyüyən kimi müəllimə. Əksinə dediniz. Yox, yox. Dedim ki, 32 rəng tərtibi, 32 rəng dərinliyində kiçik en götürülür. Mən dünənki məsələni mən yenə yazamadım. Hansı Var hansı? idi. 2048 vur 2048. Deyiri 1024'ün 128. Onu 1024 götürürük də. Aha. Düzdürmü? 5 megabayt 1024-dən kalmalı yalnız cavab. 1024-ü götürürsən 10 kimi. Çünki 1024 rəng çaları sənə verilibdir. Oradakını 10 kimi götürürsən. Onda da 2 üstü 11 vur 2 üstü 11 vur 10. Bölünsün 2 üstü 20, megabayt. 20-yə. 23-ə. Niye indin? 23'e 23'e. mi? Bəli, bəli. Çünki bitdən megabayta keçəndə 2-yə 23-ə bölürsən, oradan da ixtisarlarına pardanda qalır 5. 5 megabayt. Onda mən orada nəsə səhv elədim. Ona görə almamışam. Tamam. Sonra baxaq 34-ə. Deyir ki, klipboarddakı mətni neçə dəfə istifadə etmək olar? Təbii ki də bu... Buferdən silinən vaxta qədər. Bəli, bəli. Mübaliğə buferlə silinənə Bu qədər sualı istənilən bəlkə də sayda. 50 milyon dəfə deyimsiz.
Qoy bu da olsun 51 milyonuncu. Niyə? Vəzifəmiz nədir? Öyrətmək. Sizin də vəzifəniz nədir? Öyrənmək. Bizdə öyrətmək, sizdə öyrənmək. Çalışırıq. Yazıram. İnşallah ki, Azadlıq məsuliyyətli olmaq. O da ki, bizdə yoxdur. hələ ki yoxdur. Həmişə salam Hələ ki ifadəsi yoxdur. yazırdım. Bu dəfə yazıram sağ ol ifadəsi. Və gəlirəm Ctrl-C elədim. Ctrl-C eləyən kimi gəlir düşür mübadilə buferinə. Və sən bunu mübadilə buferinə silinənə qədər istənilən sayda past eləyə bilərsən, yapışdıra bilərsən. Aydındırmı? Ta ki mübadilə buferinə silinənə qədər. Onu gördü orada cavabımız olacaqdır. A variantı. Növbəti gəldim 35-ci suala. Deyir, kompüterdə çoxalmaq. Həmçinin rabitə kanalları, kompüter şəbəkələri, informasiya daşıyıcıları vasitəsilə digər kompüterlər, şəbəkələr yayılmaq, çoxalmaq, malik olan deyir proqramlar hansılardır? Təbii ki də, Virus. ay sağ ol, Viruslar deyil bu. ay sağ ol. Deyir, kompüterdə çoxalır, şəbəkədə Virusdur da. yayılır. Yəni mən Bəli. Məntiqdən də baxanda, burada heç digərlərinə baxanda nəyə atarsan? Tək ki, bu sualı heç bilmirsən. Adamın ağlına gələn heç virusdur. Virus atarsan. Baxırıq, 36-cı sual Excel-dən bağlı bir sualdır. Tələb olunur ki, Y3 xanasındakı düsturu Y4 xanasına sürüşdürdükdə Y4 xanasında hansı düstur alınacaqdır? Gəlin, ilk öncə yadımıza salaq ki, dollar nəyin qabağındadırsa, o dəyişməz idi. Ya sətrin qabağında ola bilər, ya sütunun qabağında, ya da hər ikisinin qabağında. Demək, həmin sətr sütun dəyişmir. İndi bizə veribdir Y3, Y4-ə. Y3-dən Y4-ə görürük ki, sütun dəyişməzdir. Dəyişən nədir? Sətirdir. 3-dən 4-ə köçürülübdür. Deməli, sətrimiz nə olubdur? 1 vaid artıbdır. Sütun dəyişmir, sətr dəyişir. Eyni şəkildə gəlib, bu ifadəyə həmin dediyimizi tətbiq edirik. Demək, D olacaqdır elə D, çünki sütun dəyişmir. 3 olacaqdır 4. Sətir 1 vaid artdı. Toplansın, A dəyişmir. Dollar 2-də olduğu kimi qaldı, çünki 2-nin qabağında dollar var. 2 dəyişməzdir. Elə özünü verdi də bu bizə. Heç nə. Cavabımız olacaqdır D4, toplansın A dollar 2. Y variantı. Y variantı, bəli. Baxdıq 37-yə. Deyir, mərkəzi qovşaq kompüteri hansı şəbəkə topologiyasında olur? Ulduz müəllim. Mərkəzi qovşaq ulduzda olur. Lokal şəbəkələr dərsidir, 12-ci bölmədir. Şin topologiyası ardıcıl, paralel düzülür. Halqa topologiyası halqavari şəkildədir. Ulduz topologiyasında isə bütün kompüterlər mərkəzdən asılı olur. Onun da istəyirəm ki, 12-ci bölməni mən sizə... Mərkəzi o hub var, ona birləşir. Yoxsa ümumiyyətlə kompütera? Yox, haba birləşir, haba. Haba birləşir. Nə idi? K ilə də başlayır bir Konsentrator da şirüz deməkdir. konsentrator. Bəli, konsentrator da şirüzdür. Gəlin, uşaqlar, biz baxaq dediyimə. Baxın, bu şin topologiyasıdır. Ardıcıl şəkildə düzülür. Ulduz topologiyası mərkəzi qovşaqdan asılıdır. Central hub. Halqa topologiyası isə ardıcıl şəkildə düzülür. Ardıcıl dediyimiz, yəni halqavari şəkildə ardıcıl düzülür. Belə. 38. Deyir ki, kompüterin hansı qurğusu? Sistem platası. Sistem platası demək, ana plata deməkdir. Ana plata. Ana plata üzərində 18 dənə qurğu yerləşirdi. Bəli. Digitizer deyil də, ayrıca qurğudur. RAM var, CMOS var, video adapter var. Digitizer isə yerləşir. Çünki digitizer giriş qurğusudur. Grafiki planşetdir. 39. Verilənlər bazasının ad genişlənməsi necə olmalıdır? Verilənlər bazası olur A, C, C, D, B. Hətta daxil olun, mən sizə də onu göstərəm. Verilənlər bazasının, verilənlər çaşıb yazıram, akses. Aksesin genişlənməsi olur A, C, C, D, B. Görək, sənətdə inşallah göstərsin bizə. Create eləyək. Baxın. Qalxdım lap yuxarıya, burada nə yazılıbdır? A, C, C, D, B. Bu da belə. Sualımız bitdi mi buradan? Bircə saniyə baxın. Buradan sualımız bitdi. İndi açıram.
Növbəti səhifəsini. Sizə də Müəllim, o Müəllimə, bu qəbul ola bilməz. Belə qəbul o olsa nə olmur. var idi ki? bu hələ başlanğıc üçün qəbuldur da. Bu ümumi suallardan yığılıbdır. Hələ birinci asandan çətinə doğru. Müəllim, B Bəli. variantı niyə olmadı 9-da? Bu Bəli. bas yoxdur axı. Bax, bizdən akses istəyir. Aksesdə dıbas yoxdur. Aksesin genişlənməsini istəyir. Skopkada Aksesin yazıb da hansı genişlənməsi olur, proqramın ACC-dir. söhbəti. Orada Excel olsaydı onda XX nəsə olacaqdı da, düzdür? Xılı-sıxı Excel dəyər götürəcəkdim. Xılı-sıxı. xılı-sıxı. Hə. Bəli. İndi baxırıq digər sualımıza. Atdım sizə. Bircə saniyə. Deyir, arxivləşmə proqramlarına aid olmayanlar hansılardır? Arxivləşmə proqramları WinZip, WinRAR, Hamster, 7-Zip, WinEase, PowerArchiver və s. Word məsəl editörlərine aiddir. MS-DOS əməliyyat sistemidir. Unix əməliyyat sistemidir. Bizdən olmayanlar istəyir 1.3.4 C variantı. WinZip-dən də WinRAR arxivləşmə proqramıdır. Növbəti Word-la bağlı bir sualdır. Deyir ki, Watermark, Page Color, Pageboards. Aha, qəşəng sualdır. Daxil oldum Word-a. Word-ün Design tabına. Design tabında, baxın, bizə bu əmri verir. Page background-daydı da. Page background, bəli. Yoldaşlar, bizə bunun şəklini verib, deyir, hansı lent qrupunda yerləşir. Lent qrupu olacaqdır Page background. Bəs hansı tabla yerləşir desə, olacaqdır cavabımız Design. Designla Page background. İndi gəlirəm, baxıram. Baxıram həmin testimə. Görək, bizə hanı Page background? Hə, deyir C variantında. Valla adamın inanmağı gəlmir ki, Həcər xanım, bunu imtahanda salarlar. Yəni inanılası bir şey deyil. Niyə? Bu da asan suallar var idi da. Bəlkə də siz bilirsiniz, ondan da ola bilər. Nədir? Deyirəm, asanları yazmışdıq. İndi bax, 42-ci suala isə. Deyir ki, ədədinin 16-lıq say sistemində yazılışı hansıdır? Bayaqları Tural da soruşdu. 2-likdən 16-lığa keçirəndə nə edirik? Sondan başlayır, 4-4 ayırırsan. Sondan başladım, 4-4 ayırdım. Və gördüm ki, bu başdakı tək qaldı. Bunun tək olmaması üçün sıfırlar əlavə edirəm, 3 dənə. 1, 2, 3 dənə sıfır əlavə etdim. Və gəlirəm, başına yazıram, 8, 4, 2, 1. 8, 4, 2, 1. Hər bir hissədə birin qüvvətlərini toplayıram. Burada birin qüvvətində 1 durur. Digərində 8, 4, 2. Mənə cəmini verir 14. 14 16-lıq say sistemində Y deməkdir. Olacağımız 1Y. Yəni B variantı. Növbəti 43-cü sual. Deyir ki, elektron təqdimat proqramında slaydlara müxtəlif obyektlər əlavə etmək üçün insert tabının hansı lent qrupundan istifadə edilir? Bizdən tələb olunur ki, yəni biz obyekt əlavə etmək üçün PowerPoint-də insert tabında nələrdən istifadə edirik? Gəlin baxaq, Charts var idi, tables var idi. Tableslar var. Illustration var idi deyəsən. Tableslar Media da var. var. Pageslar var. Üzr istəyirəm. Saat da olmalıydı. Deməli. Nələr var burada? Tableslardır, imageslardır, illustrationslardır, linkslərdir, kommentlərdir, textdir, simbolslar və media. Demək, bir daha deyək, tableslar
Images, illustrations, links, comments, text, symbols və media link qrupudur. Bunlardan cavablarda baxıb görək nə var. Bir var, nə yapdı? 4 var. Illustrations var idi, tables var idi, 3 Niye var. variantı? media var, bir də imageslər var idi. Oldu cavabımız 105 8. Kiminsə səsi açıq qalıb. Kəmalə xanım. Görürsən. İndi baxaq 45-ci suala. Deyək ki, qovluqda yerləşən faylların birlikdə həcmin 15 MB olduğu məlumdur. Həmin qovluqdan həcmi 7,5 MB-lıq video fayl, 3584 kilobaytlıq audio faylı silindikdən sonra qovluqda qalan faylların həcmi neçə megabayt olur? Biz ilk öncə nə edərik? Xırıq müəllim. 15-dən çıxarıq 7,5-i. 7,5. Aysu 7,5. 7,5. Sonra deyir ki, Kilobaytı megabayt. 3580 kilobaytlıq audio fayl. Gəlin bu kilobaytı çevirə megabayta. Kilobaytı Bəli, bölünsün megabayta çevirəndə 310. 1024-ə bölürlər. 1024-ə bölürük. 3584-ü də 1024-ə böləndə alınır 3,5. Ondan da yenə onu çıxırıq, qalır 4. Ay sağ ol. Bundan da çıxırıq 3,5-i. Qaldı neçə? 4. 4 megabayt. Bizdən də soruşur ki, qovluqda qalan faylların həcmi neçə megabayt olar? 4 megabayt. 11-i silindi, 4-ü qaldı. Bəs 7,5 ilə bu 3,5-i toplayıb sonda 15-dən 11 çıxsaq? O da olar. Elə Fərqi gəldi. yoxdur ki. Heç bir fərqi yoxdur. Deməli, baxırıq 45-ə. 45 də Excel-dən bağlı bir sualdır. Və diaqramların elementləri ilə bağlıdır. Daxil oluram ilk öncə Excel-ə. Excel-in diaqramları barəsində biraz danışaq. Burada sualın mahiyyəti nə idi ki, mən başa düşə bilmədim. İndi deyəcəm. Deyək ki, diaqramlarla bağlı səhv olanı seç. Sual budur. Diaqramlar harda olur? Diaqramın elementləri. Bu hissədə chart elementlər var. Burada axis var, sonra chart title var, data, grid lines, legend, trend line. Ən çox düşənlər buradan legenddir. Legend nə edir? Legend yanında seriyalar əmələ gətirir. Burada tutaq ki, sətr başlığı kimi verə bilərəm ISL fərmanını. Yəni, seriyaların əmələ gətirməsi üçündür. İndi baxırıq, İstinad kimi də. seriyalar nədir? Nədir? İstinad kimi də verir kənarda. Bəli, bəli. Bəli, bəli. Verilənlərin qiymətlərinin yerləşdiyi cədvəldir. Aha, C variantda səhvli olduğunu görürəm. Niyə görə? Yazıb ki, verilənlərin qiymətlərinin yerləşdiyi cədvəldir. Xeyr, cədvəl deyil axı legend. Legend diaqramın elementidir və kənar hissədə seriyalar əmələ gətirir. Seriyalar dediyim də nədir? Həmin o dediyim sətr başlığı. Yəni bir cədvəl deyil. A variantına baxaq. Seriyaslar, xətlər, zolaqlar, sektor, digər elementlərdir, doğrudur. B variantda kateqori hər hansı verilənlər sırasındakı elementlərin siyahısıdır, doğrudur. Aksis diaqramın tərəfləri doğrudur. Griddəki oxların bölgü nöqtələrindən başlayaraq diaqram sahəsini kəsən istiqamət verici xətlərdir. Bu da düzdür. İndi baxaq 46-ya. Deyir ki, aşağıdakılardan neçəsi verilənlər bazasının modeli deyil. Biz verilənlər bazasını keçəndə öyrənmişdik ki, verilənlər bazasının cəmsi 4 dənə növ var idi. 4 dənə modeli var idi. Bunlar Hiyerarxi, korelasiya, şəbəkə, şəbəkə. relyasiya və obyekt yönlüydür. İndi gəlirəm, baxıram. Görüm testimizdə nələr var. Testimizdə var. Relyasiya var, hiyerarxiya var, bir də şəbəkə var. Bəs nələr yoxdur? 2 yoxdur, 4 yoxdur, 5 yoxdur. Bunlar aid deyil. Baxırıq 47-ci sualımıza. Tələb olunur ki, alqoritmin fraqmentinin yerinə yetirilməsindən sonra S dəyişənin qiymətini müəyyən edin.
Bir saniyə baxım 50 dənə sualdır burada. Biz neçənci sualdan başlamışdıq? 40-dan. Deməli, indi baxırıq 47-yə. C dəyişənin bizdən qiymətini istəyir. A-nın qiyməti 7 verilibdir, B-nin qiyməti 9 verilibdir. Deyir ki, əgər A B-dən böyük olarsa, gəlirəm A-nın yerinə qoyuram 7, B-nin yerinə qoyuram 9. Deyir 7 9-dan böyükdür. Xeyr. Deməli 10-daya getmirəm. Gedirəm İkinciyə eksi altıya. keçirik. Bəli. B O da bərabər 26 4 minus 2. 4-ü vururam A-ya. 7-yə çıxıram 2-ni, aldım 26. Sonra deyirsə bərabərdir A plus B. A-nın yerində durdu 7, B-nin 26. 7 ilə 26-nı topladıq, aldıq 33. İndi baxaq 48-ə. Deyir, failin adı və genişlənməsi birlikdə maksimum neçə simvoldan ibarətdir? MS-DOS-da failin adında maksimum olur 8 dənə simvol. 8 simvol. Asıl. Genişlənməsində isə olur. Bax, adında olur 8, genişlənməsində də olur Genişlənmədə 3. 8 ilə 3-ü 11 simvol toplayanda ibarət. aldıq 11 dənə simvol. Cavabımız oldu 11. Ağlım bir dənə baxsa 8 nə oldu şimdi? MS-DOS-da failin adında 8 dənə simvol ola bilər maksimum. Bu onun qaydasıdır. Hadi. Məsələn, Nöqtədən Windows əvvəl əməliyyat elədir. sistemində olur 255 dənə simvol. MS-DOS-da da olur 8 dənə simvol. Hə. Gəldim mənim ən çox sevdiyim suala. Ən çox o möhtəşəm dediyim Amma sual. bizim sevdiyimiz deyil axı müəllimə, sizin sevdiyiniz. Bunlar qəşəng o babat suallar deyirlər, bax onlardandır. 100% çətindir deyə sevirsiniz. Ya, maraqlı sualdır ona görə. Baxın yoldaşlar. Deyir ki, editing lent qrupunda fiildən write əmri icra olunarsa, deyə çıxanasına hansı rəqəm yazılır? Excel-i keçəndə Fil doldurmaqdır, right-da sağ tərəfdə də. Aferin. Sağdan yoldaşlar, nəsə simvol Baxın. doldurursan. belə Yəni, bir şey çemberin eləmişdik biz. Yadımızda da 1, 2, yazırdıq 3. Sonra yazırdıq 4, 5, 6, sonra yazmışdıq 7, 8, 9, düzdür? Gəlmişdim bunu seçmişdim mən. Fil əmrini seçmişdim, down eləmişdim. Yadınızdadır, yuxarıdakı elementləri aşağıya doğru sürükləmişdi. Hı -hı. Sonra indi bizdən sağ istəyir, right istəyir. Right eləyəndə soldakı elementləri sağa doğru sıralayacaq. Olacaqdı 1, 1, 1, 4, 4, 4, 7, 7, 7. İndi yenidən əvvələ qayıdıram. Bu dəfə deyirəm left. Sağdakı elementləri 3, 6, 9-u sola doğru sıralayacaq. Oldu 3, 3, 3, 6, 6, 6, 9, 9, 9. Yenidən qayıtdım. Öz əvvəlki vaxt versiyasına. Bu dəfə elədim up. 7, 7, 7, 8, 8, 8, 9, 9, 9. İndi bizim sualda isə belədir. Deyir ki, bu ədədləri verib. Əgər right eləsən nə baş verir? Right eləsə soldakılar sağa doğru sürüklənəcək. 1, 1, 1, 4, 4, 4, 7, 7, 7 olacaqdı. Bizdən də tələb olunur ki, D3 xanasına hansı rəqəm yazılır? Deməli olacaqdır 1, 1, 1, çünki sağa doğru. Deməli, baxın, soldan sağa doğru gedəcək. Soldan sağa doğru, istiqamət sağa doğrudur. Olacaqdır 7 1, olur da. 1, 4, 4, 4, bəli. Və Altı müəllim. bizdən də D3 xanasını istəyir, D3 xanası olacaqdır 4. Aydındır? Necə gözəl sual. İndi bu hissəni də bitirdik. 50-ci sualda atıram sizə. Bircə saniyə. Onu da atım. 50-ci sualda Windows 11 ilə bağlıdır. Attım. Qoyun yoldaşlar. Açım. Gəlin elə birlikdə tapaq. Control panel. Control panel uşaqlar nəyi bildirir? İdarə etmə paneli deməkdir. Nasıl? Kompüterin bütün işi hamısı idarə etmə panelində olur. Bəli, kompüterin bütün Tənzimləmələri işi idarə edən etmək üçün. tənzimləmələrdir, sazlamalardır. Deməli, Bəli. birinci aiddir tənzimləmələr, C-yə. C. RAM. Ha.
Randa adətən qısa yollar falan yazılır. Yəni WinR En üstə gəlir. bəli, 2 aiddir də. Task Manager. Task Managerin Tapşırıqlar meneceri. tapşırıqlar menecerinə Tapşırıqlar demək. menecerinə. Bəli, bəli. Bu da aiddir B. Komputerin işini sonlandırır, yoxdur. Komputerin save və D disklərini göstərir də, yoxdur. Bu qədər. Olmayanların üstündən xətt çəkin də konkret video zapisdə də görünsün o ki, gedət. Hamısını Xətt elədim. çəkilib. 1, B, 2, C, 3 da aiddir D. Müəllim, command prompt nədir? Command Birinci prompt yazı. proqram yazırsan. Burada proqram yazırsan. Burada bax belə bir proqramdır. Command prompt. Burada normalda kod yazaraq, Jupyter yazaraq Python-a da girmək olur. Əmrlər verirsən sən bura. Əmrlər. Əmrlər verirsən ki, Python-a gir, Java-ya gir. Sonra deyirsən ki, HTML-ə gir. Müəllim bildim. Müxtəlif dillərdən istifadə edib proqram düzəldirik də hazır. Bəli, bəli. Bəli, müəllim. Tamam, onda mən indi rekordu dayandırıram.